Professor, damarları xəstə olan insanlar necə müayinə olunmalıdırlar? Bəli, damar xəstəliklərinin müayinə üsulları müəyyən bir kompleksdən ibarətdir. Təbii ki, burada müayinə üsulları çox olsa da, onların az informativi və yaxud da ki, çox yüksək informativliyi onlar iki yerə bölünürlər. Təbii bunlar içərisində bugün ən geniş yayılan üsul ultrasəs müayinə üsulu, yəni Doppler effektinə əsaslanmış ultrasəs müayinədir. Bu usulda biz həm arterial, həm venoz damarın nəinki onun sadəcə olaraq içini görürük, eyni zamanda onun divarının vəziyyətini görürük. Divarda hər hansı bir tromb varmı, qalınlaşma varmı, divarın vəziyyəti necədir, divarda olan venoz damarlarda və əsasən bizi maraqlandırır, klapanlar, qapaqlar işləyir, işləmir, qanın xətti surəti, qanın həcmi surəti, bu anlayışları bizə Doppler müayinəsi verir. Buna görə də bugün dünyada damar xəstəliklərinin diaqnostikasında ən informativ, necə deyirlər, qızıl standart kimi Doppler müayinəsi nəzərdə tutulur. Digər müayinə üsullarından flebografiyadır, bu o qədər də geniş istifadə olunmur. İnformativliyinə görə hardasa da Doppler müayinəsindən eyni informativliyə bərabərdir. Qanın analizləri var, qan analizləri, müəyyən analizləri biz veririk. Əslində bunlar ümumi analizlərdən ibarətdir. Laxtalanma sistemini öyrənməsi burada önəmlidir. Onları qanın biokimyəvi analizini yoxlamaq lazımdır. Çox hallarda xüsusi arterial patologiyada bizə lazımdır ki, xolesterin və lipoproteid kompleksinin vəziyyətini bilək. Belə bax, bu müayinə üsulları doğrudan da bugün bizə lazımi informasiyanı vermək imkanına malikdir. Buyurub gələ bilərsiniz və biz də bu üsulların vasitəsilə sizin damarlarınızın vəziyyətini müəyyən eləyə bilərik.